Düzbucaqlının uzunluğunu 40%, enini 20% azaltsaq sahəsi neçə faiz azalar? Düzbucaqlının uzunluğunu A, enini B götürsək, onda onun sahəsi olacaq S bərabərdir A vur B. Düzbucaqlının sahəsini tapmaq üçün enini uzunluğuna vurmalıyıq. İndi uzunluğunu 40% azaldaq. Bu uzunluğu 1A-dır. 1A-nı 40% azaltsaq yerdə qalır 0,6 A. Çünki 40% 0,4 deməkdir. 20% isə 0,2 deməkdir. Faizi ədədə çevirmək üçün 100-ə bölmək lazımdır. İndi 1-i biz 0,4 qədər azaltsaq olacaq 0,6. Bu da 1B-dir. 1B-ni 0,20% azaltsaq, yəni 0,2 vahid azaltsaq, bu olacaq 0,8B. İndi sahəsini hesablayaq. Əvvəl sahəsi A vur B idi, 1A vur B idi. Sonra isə sahəsi oldu. S bərabərdir. Yenə enin uzunluğuna vururuq. 0,6-nı vururuq. 0,8B-yə vururuq. Sahəni tapırıq. Bu eləyir 0,48 AB. Deməli, əvvəl sahə 1 idi, sonra oldu 0,48. Yəni, nə qədər azalıb? 1-dən çıxsaq 0,48-i qalacaq 0,52. 0,52 qədər azalıb. Bunu da faizə çevirmək üçün 100-ə vururuq. Deməli, 52% azalıb. Əvvəl 1 idi, sonra isə 0,48 oldu. 52% azalıb. İkinci sual. Kubun tilini 2 dəfə azaltsaq, həcmi neçə dəfə dəyişər? Kubun tilini A götürsək, onda onun həcmi olacaq. Kubun həcmini A kubu ilə hesablayırıq. İndi kubun tilini 2 dəfə azaldaq. Kubun tilini 2 dəfə azaltsaq, yəni 2-yə bölsək, onda onun kubu olacaq V bərabərdir A böl 2-nin kubu. Bu da olur A-nın kubu bölünsün 8. 2-nin kubu 8-dir. Deməli, 8 dəfə azalacaq. 8 dəfə azalacaq. Üçüncü sual. AOB açıq bucaqdır. CO 90 dərəcə, CO AB-yə perpendikulyardır. DOC 25-dir. DOC 25-dir. Bura 25 dərəcədir. AOD-ni tapın. AOD bucağı. Bu bucağı soruşur. AOB açıq bucaqdır. AOB 180 dərəcədir burada. Açıq bucaqdır. 180 dərəcədən bu 90 dərəcənin işarəsidir. 180 dərəcədən 90-ı çıxsaq, qalacaq 90 dərəcə. Yəni bu, bura 90 dərəcədir. Bu birisi tərəfdə 90 dərəcədir. Bura bütövlükdə 90 dərəcədirsə, onda 90-dan biz 25-i çıxsaq, bu bucağı tapa bilərik. 90-dan 25-i çıxırıq, qalır 65 dərəcə. Deməli, bura 65 dərəcədir. İndi biz bu 65, 25 və burada 90 dərəcədir. Toplasaq 180 dərəcə olacaq. Açıq bucağın 180 dərəcə olmasından istifadə edib bunu tapa bilərik. C bəndi oldu. Dördüncü sual. Kəsiri ixtisar edin. Bu ixtisar etmək üçün biz bunu gəlin qruplara ayıraq. Qruplaşdırma üsulu qruplara ayıraq. M kvadratı və MN. Bu ikisindən gəlin M-in möhtərizi xaricdən çıxardaq. Burada qalır M, çıxılsın N. M çıxılsın N qalır. Sonra bu mənfi 5N və müsbət 5M. Bu ikisindən də mənfi 5-i çıxardaq və yaxud da elə 5-i çıxardaq, üstə gələk 5. 5-i möhtərizi xaricdən çıxarsaq, buradan 5-i çıxardanda M qalır. Buradan da 5-i çıxardanda mənfi N qalır. Çıxılsın N. Bölünsün. Məxrəc də müxtəsər vurma düsturu kvadratlar fərqi düsturudur. A-nın kvadratı çıxılsın B-nin kvadratı bərabərdir. A çıx B. A üstə gəl B-yə bərabərdir. Bu da 25 A kvadratının yerindədir. M kvadrat isə B kvadratının yerindədir. Deməli, biz bunu 5 çıxılsın M. Burada yazdığımız kimi 5 çıxılsın M və 5 üstə gəl M kimi yaza bilərik. 5 üstə gəl M kimi müxtəsər vurma düsturlarından istifadə edib vuruqlara ayıra bilərik. İndi surətdə M çıx N və M çıx N möhtərizələrin içərisi eynidir. Yəni, ortaq vuruqdur. Ona görə M çıxılsın N-i də möhtərizi xaricdən çıxardırıq. Burada qalır M. Üstə gələk, burada qalır 5. Üstə gələk 5. Surəti tam vuruqlara ayırdıq. Məxrəci olduğu kimi saxlasaq. 5 çıxılsın M.
5 üstəgəl m məxrəc olduğu kimi saxlayırıq burada. M üstəgəl 5 və 5 üstəgəl m bunlar ixtisar gedir. Yerdə qalır m çıx n bölünsün 5 çıxılsın m, yəni D bəndi. 5-ci sualda tənliyi həll edin. Əvvəlcə möhtərizəni vurub aça bilərik və yaxud da 6-nı 3-ə bölə bilərik. Gəl möhtərizəni vurub açaq. 3 vurulsun x çıxılsın 3'ü 2'ye vururuq 6 bərabərdir 6'ya. 3'ü həm x-ə həm də 2'ye vurduq. Möhtərizəni asdıq. 3x bərabərdir. Bu mənfi 6-nı sağ tərəfə keçirib 6 ilə toplamalıyıq. 6 ilə 6-nı toplayırıq 12 eləyir. X bərabərdir 12-ni də 3'ə bölürük. 12-ni bölürük 3'ə qalır 4. X oldu 4. 6-cı sual tənliklər sistemindən x-i tapın. Gəlin bunu toplama üsulu ilə edək. Tənliklər sistemi həm toplama üsulu ilə, həm də əvəz etmə üsulu ilə həll etmək olar. Burada görürsünüz x, y-lər bir-birinin əksidir. Biz bunları tərəf-tərəfə toplasaq, birinci tənliyi ilə ikinci tənliyi tərəf-tərəfə toplasaq, y-lər gedəcək. Çünki biri mənfidir, biri müsbət, islah oldu. 2x ilə x-i toplayırıq, 3x eləyir. 0 ilə də 6-nı toplayırıq, 6 eləyir. Tərəf-tərəfə topladıq. Burada da x bərabərdir, 6-nı bölürük 3-ə, qalır 2. X oldu 2. 7-ci sual hansı nöqtə y bərabərdir mənfi 2x üstəgəl 6 funksiyasının qrafik üzərindədir. Bunu yoxlamaq üçün birinci ədədi x-in yerinə yazmalıyıq. İkinci ədədi isə y-in yerinə yazmalıyıq ki, görək funksiyaya aiddirmi. Məsələn, A bəndini yoxlayaq. X-in yerinə 6 yazdıqda cavab 0 alınsa, yəni y 0 olsa, deməli aiddir. X-in yerinə 6 yazsaq, mənfi 2-ni vuranda 6-ya, üstünə də 6-nı gələndə mənfi 12, mənfi 6 eləyir. Amma burada y mənfi 6 oldu, amma burada y 0 vermişdi. Deməli bu aid deyil. Yəni D bəndini də yoxlayaq. D bəndində x-in yerinə y bərabərdir. X-in yerinə indi mənfi 5 yazaq. Mənfi 5, mənfi 2 vurulsun, mənfi 5, üstə gələk 6. Mənfi müsbət 10. Mənfi 2-ni mənfi 5-ə vuranda 10 eləyir, üstünə də 6, 16 eləyir. Elə bu bəndiymiş, cavab D bəndidir. Çünki x-in yerinə mənfi 5 yazanda y 16 oldu. Obsiləri yoxlamağa ehtiyac yoxdur. 8-ci sual Əkob 18, 36, əbob 10, 11 cəmini tapın deyir. Əkob ən kiçik ortaq bölünəndir. Yəni həm 18-ə, həm də 36-ya bölünən ən kiçik ədəd hansıdır? Belə 36-dır. Bunun cavabı 36-dır. 36 həm 36-ya bölünür, həm də 18-ə bölünür. Əbob 10, 11. Əbob isə ən böyük ortaq böləndir. Yəni hər ikisini bölən ən böyük ədəd olmalıdır. Həm 10-u, həm də 11-i bölən ədəd 1-dir. Demək cavabımız olacaq 36 üstəgəl 1 bərabərdir 37-yə. 9-cu sual tənasübdən x-i tapın. Tənasübün əsas xassəsinə görə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Biz bunları çarpaz vura bilərik. X-i 15-ə çarpaz vururuq. 15 vurulsun x bərabərdir. 5-i də 21-ə çarpaz vururuq. Gəlin bunu ixtisar eləyək, daha rahat olsun. 21 ilə 15-i 3-ə ixtisar eləsək, burada 7 qalar. Burada da 5 qalar. İndi gəlin belə çarpaz vuraq. 5-i vururuq x-ə. 1 buradan getdi. 5-i vururuq x-ə bərabərdir. 5 vur 7-yə. 5 vur 7-yə çarpaz vurduq. 5x bərabərdir. 5 dəfə 7 35 eləyir. X bərabərdir. 35-i də bölürük 5-ə qalır 7. Cavab oldu 7. Bu 5-də 7-dirsə, bu da 5-də 7 olmalıdır. Deməli x 7-dir. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması. İlk 10 ədəddən neçəsi sadə ədəddir? Gəlin onu tapaq. 1 nə sadədir, nə mürəkkəb. 2 sadə ədəddir, 1-ə və özünə bölünür. 3, 5, bunlar sadədir. 6 sadə deyil, çünki 2-yə və 3-ə bölünür. 7 sadədir, 1-ə və özünə bölünür. 8 sadə deyil, 2-yə bölünür. 9 da sadə deyil, 3-ə bölünür. 10 da sadə deyil. Deməli 1, 2, 3, 4 dənəsi 2, 3, 5 və 7. Bunlar sadə ədədlərdir. İndi ehtimalı tapaq. Ehtimalı tapmaq üçün bütün ədədlərin sayını məxrəcə yazmalıyıq. Yəni 10-u.
Bizdən nəyi soruşursa onu da surətə yazmalıyıq. 1, 2, 3, 4 dənə də sadə ədəd var. Oldu 10-da 4. Bunu da 2-yə ixtisar edirik. 5-i 2-yə bölürük 5, 2-də 2-yə, 4-də 2-yə bölürük 2, 5-də 2 qalır. Və ehtimal oldu 5-də 2. Mərkəzi O nöqtəsində olan çevrədə ABO 22 dərəcədir. ABO, bura 22 dərəcədir. ACO isə 28 dərəcədir. Bura isə 28 dərəcədir. BAC-ni tapın. BAC. Bu bucağı soruşur. Bu bucağı tapmaq üçün gəlin. Bunlar radiusdur. Bu radiusdur. Bu da radiusdur. Buradan da bir dənə radius çəkək gəlin. Buradan bir dənə radius çəksək, onda burada 2 dənə bərabər yanlı üçbucaq alınır. Bu bərabər yanlı üçbucaqdır. Çünki hər ikisi radiusdur. Onda bura 22-dirsə, burada 22 olmalıdır. Çünki bərabər yanlı üçbucaqda yan tərəfə oturacaq hər iki bucaqlar bərabər olur. Bu birisi üçbucaq da bərabər yanlıdır. Çünki hər ikisi radiusdursa, bu da bərabər yanlıdır. Buralar bərabərdir. Onda bu bucaqlar da bərabər olmalıdır. Bura 28-dirsə, burada 28 dərəcədir. Onda bizdən soruşulan bucaq BAC-ni tapmaq üçün, yəni bu bütöv bucağı tapmaq üçün 22 ilə 28-i toplamalıyıq. 22 ilə 28-i toplamalıyıq. Bu da olacaq 40-50 dərəcə. 12-ci sual. Tərəfi 12 olan kvadratın perimetrini tapın. Kvadratın 4 tərəfi də bərabərdir. Perimetri tapmaq üçün 4 tərəfi toplamaq lazımdır. Tərəflər 12-dirsə, deməli biz 12-ni 4-ə vursaq perimetri tapa bilərik. 4 vurulsun 12 bərabərdir 48. Perimetri oldu 48. 13-cü sual. İfadənin qiymətini hesablayın. Gəlin bunları ixtisar eləyək. Burada vurma olduğuna görə, hər ikisi vurma olduğuna görə bu ikisini ixtisar eləyə bilərik. 56 ilə 14-ü elə 14-ə bölsək, 14-ü 14-ə 1, 56-nı 14-ə bölsək 4 qalar. Artıq biz burada 15 ilə 5-i ixtisar eləyə bilmərik, çünki burada çıxma var. Yəni yerdə qalanları yazaq. Mənfi 15 vurulsun 4. 4-ü mənfi 15-ə vuranda gəlin birbaşa yazaq. 4-ü mənfi 15-ə vursaq mənfi 60 eləyəcək. Surət elədi mənfi 60. Məxrəci də hesablayaq. 20, 5 dəfə onun 50 eləyir. 20-dən də 50-ni çıxsaq mənfi 30 qalar. Mənfi 60-ı da mənfi 30-a bölsək qalacaq müsbət 2. 14-cü sual çox ədinli vuruqları ayrımdır. Burada demək olar ki, yarısını həll ediblər, yarısı qalıb. X plus Y və X plus Y ortaq vuruqdur. X plus Y-i biz ortaq vuruq kimi kənara çıxarsaq, burada qalacaq C, çıxılsın, burada qalacaq D. Yəni X plus Y vurulsun, C çıxdı D. A bəndə olacaq cavab. 15-ci sualda çoxluqlar üçün bunu tapaq gəlin. Əvvəlcə biz burada möhtərizənin içərisini eləməliyik. A ilə B-nin kəsişməsini tapmalıyıq. A çoxluğu ilə B çoxluğunun kəsişməsini tapmaq üçün ortaq olanları götürməliyik. Yəni eyni olan, hər ikisində olan, baxın, 1 hər ikisində var, 1-i götürəcəyik. Sonra 2 hər ikisində var, 2-ni də götürdük. 4 yoxdur o birisində. 5 bu birisində də var, 5 də ortaqdır, hər ikisində var. 5-i də götürdük, 6 da yoxdur. Yəni ortaq olanlar 1, 2 və 5-dir. İndi bundan çıxmalıyıq C-ni. Çıxılsın C. C də 0, 1, 3 və 6-dır. Bunu çıxmalıyıq buradan. Çıxma nə deməkdir? Çoxluqların fərqi nə deməkdir? Yəni burada olan, sol tərəfdə olan, amma sağ tərəfdə olmayanları götürməliyik. Bir sözdən çıxırıq. Bax, burada 1 var, 1-i buradan çıxırıq. Başqa da heç nəyi çıxa bilmirik. Burada 1 olduğuna görə 1-i buradan çıxdıq. 2 ilə 5 qaldı. Bərabərdir 2 və 5. Yəni B bəndi oldu. Bu işarət çıxmanın işarəsidir. Kəsişmədən C-ni çıxmalıyıq. 16-cı suala baxaq indi. Şərti ödəyən 2 rəqəmli AB ədədinin tapın. Gəlin bunu vuruqların hasili şəklində yazaq. AB 2 rəqəmli ədəddir. Bunu 10 vurulsun A üstə gəl B kimi yaza bilərik. Bunu isə 10 vurulsun B üstə gələk
A kimi yaza bilərik. Bərabərdir. Möhtərizəni vurub açaq. 88-i A-ya vururuq və 88-i B-yə də vururuq. Möhtərizəni vurub açdıq. İndi gəlin A-ları sol tərəfə, daha doğrusu B-ləri sol tərəfə keçirək, mənfi olmasın deyə. A-ları da sağa keçirək. 10A, 1A. Belədir 11A. Üstə gələk. 11B bərabər 88A çıxaq 88B-yə. 88B-ni mənfidir. Sağa keçirsək toplanacaq. 11B ilə 88B-ni toplayırıq. Olur 99B bərabərdir. Burada 11A müsbətdir. Sağ tərəfə keçəndə mənfi olacaq. Yəni çıxma olacaq. 88-dən 11A-nı çıxanda qalacaq 77A. İndi biz bunlar gələn hər tərəfi 11-ə bölək. Hər tərəfi 11-ə bölürük. 99-u 11-ə böləndə qalır 9B. 77-ni də 11-ə qalanda bərabərdir 7A. Hər tərəfi 11-ə böldük. İndi biz burada B-ni 7 və A-nı da 9 götürməliyik ki, A-nı da 9 götürməliyik ki, bir-birinə bərabər olsun. 9-u 7-yə vuranda 63 eləyir. 7-ni 9-a vuranda da 63 eləyir. Bir-birinə bərabər olur. Deməli, A9, B7 imiş. A-nın yerinə 9-u, B-nin də yerinə 7-ni yazsaq, olacaq 97. Demək, bu ədəd 97 imiş. 17-ci suala baxaq. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə 8 mənfi 8 nöqtəsində olan kvadratın sahəsini tapın. Deməli, koordinat sistemini çəkək və mənfi 8, müsbət 8. Daha doğrusu müsbət 8, mənfi 8 nöqtəsini tapaq. Birinci ədəd x-i göstərir, ikinci ədəd isə y-i göstərir. X 8-dir. Tutaq ki, bura 8-dir. Y isə mənfi 8-dir. Müsbət 8 yuxarıda olur, mənfi 8 aşağıda olur. Demək, bu nöqtə B nöqtəsi buradaymış. B nöqtəsi buradadır. 8 və mənfi 8. İndi bu kvadratın bir təpəsi koordinat başlanğıcındadır deyir. Bir təpəsi koordinat başlanğıcındadır, bir təpəsi də buradadır. Deməli, kvadrat belədir. Deməli, kvadrat belədir. Bu kvadratın tərəfi 8-dir. Kvadratın tərəfi 8-dir. Kvadratın sahəsini tapmaq üçün A kvadratı, yəni 8-in kvadratı yazsaq, 8-i 8-ə vuranda 64 eləyəcək. Kvadratın sahəsi oldu 64. Bu mənfi 8-ə fikir vermirik, çünki buranın da uzunluğu 8-dir. Kvadratın tərəfi mənfi ola bilməz. Müsbət 8-dir. Uzunluğu 8-dir. Koordinatı mənfi 8-dir, amma uzunluğu 8-dir. 18-ci suala baxaq indi. İfadənin qiymətini hesablayın. Biz burada 2-ni gəlin hər birisinə vuraq. 2-ni paylayırıq, hər bir həddə vururuq. 2-ni birinci kəsirə vursaq, olacaq 2 vurulsun, 2 tam %85-in kvadratı böl 2 üstə gələk. Yenə 2-ni bu birisi kəsirə də vururuq. 7 tam %15-in kvadratı üstə gələk. 2 tam %85 vurulsun 7 tam %15. Bunu da 2-yə vuraq. Bunu 2-yə vurmadıq. Bunu da 2-yə vururuq. İndi bu ikilər ixtisar gedir. Qalır 2 tam %85-in kvadratı. Üstə gələk. Burada da ikilər ixtisar gedir. Qalır 7 tam %15-in kvadratı. Üstə gələk. Burada da qalır 2 vurulsun 22 tam %85 vurulsun 7 tam %15. İndi bu ifadəyə baxsaq görərik ki, bu A-nın kvadratı, üstə gələk B-nin kvadratı, üstə gələk 2 vurulsun, A vurulsun B şəklindədir. Buna oxşayır fikir verirsə. A-nın yerində 285 var, B-nin yerində 715 var. Burada da. Bu müxtəsər vurma düsturudur. A üstə gəl B-nin möhtərizə kvadratıdır. Deməli, bu da 2 tam %85, 2 tam %85 üstə gələk 7 tam %15-in möhtərizə kvadratıdır. Burada olduğu kimi 7 tam %15-in möhtərizə kvadratıdır deməli. Bərabərdir. 285 ilə 715-i toplasaq eləyəcək 10. 10 eləyir. 9, 1 yadda, 10 eləyir. Onun da kvadratı olur 100. Yəni cavab oldu 100. Yəni bunu bir də hesablamırıq. Çünki hesablasaq çox vaxtımız gedər. Bunu düsturun köməkliyi ilə həll edirik. Hansı düsturla? Və buradakı müxtəsər vurma düsturunun köməyindən istifadə edib sadələşdirdik. 19-cu suala baxaq indi.
X, y, z natural ədədlərdir. Natural ədədlərdir. Və x, y 6-dır, x, z isə 18-dir. X plus y plus z cəminin ən kiçik qiymətini tapın. Ən kiçik qiymətini tapın deyirsə, burada yəni bir neçə dənə hal ola bilər. Məsələn, gəlin birinci hala baxaq. Birinci halda x-i götürək. Məsələn, 2 götürək. Məsələn, x-i 2 götürək. Y-i 3 götürək. 2 dəfə 3-ün 6 eləyəcək. Y 3-dürsə, z-i də 6 götürməliyik ki, vuranda 18 olsun. Demək, nə elədik? X, y, z. X-i götürdük 2, y-i götürdük 3 və z-i götürdük 6. Bərabərdir. Bunları toplasaq cəmini soruşur. Bunları toplayanda 11 eləyir. Bunu yadda saxladıq. İndi baxaq görək başqa necə götürə bilərik. 6 hansı natural ədədlərin hasilidir? 1 ilə 6 ola, 2 ilə 3 ola bilər, bir də 1 ilə 6 da ola bilər. İndi gəlin 1 ilə 6-nı götürək. 1 ilə 6-nı götürək. Çünki 1-i 6-ya vuranda 6 eləyir. Demək, x-i götürdük 1, y-i də götürdük 6. İndi y-i 6 götürmüşüksə, demək, z-i də 3 götürməliyik ki, 6 dəfə 3-ün 18 eləsin. İndi gəl bunları toplayaq. Bunları toplayanda 9, 10 eləyir. Başqa nə götürə bilərik? Başqa heç nə götürə bilmirik. Çünki 6 hansı natural ədədlərin hasilindən ibarətdir? 2 vur 3, bir də 1 vur 6. Başqa vuruqları yoxdur. Ən kiçiyi də olur 10. Yəni cavabımız oldu 10. Ən kiçik qiyməti 10 ola bilər. X, y, z-in cəminin. 20-ci sual. LMN üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. PABC 9 olarsa LMN üçbucağının tərəfini tapın. Bərabər tərəfli üçbucaqda burada əgər sahə 16 dəfə böyükdürsə, onda burada oxşarlıq əmsalını biz S1 bölünsün S2 bərabərdir K-nın kvadratına. Yəni, sahələrin nisbəti oxşarlıq əmsalının kvadratına bərabərdir. Yəni, bu 16-dırsa, 16 dəfə böyükdürsə, onda oxşarlıq əmsalı 4 olur. Yəni, sahəsi 4 dəfə böyükdürsə, daha doğrusu, sahəsi 16 dəfə böyükdürsə, perimetri 4 dəfə böyük olmalıdır. Ona görə nə edirik? Hansı böyükdür burada? LMN üçbucağının sahəsi. LMN üçbucağının sahəsini ABC üçbucağının sahəsinə böləndə 16 alınırsa, sahələrini böləndə, perimetrlərini böləndə isə 9 olmalıdır. 4 olmalıdır, daha doğrusu. 4 dəfə böyük olmalıdır. Deməli, sahəsi 16 dəfə, perimetri isə 4 dəfə böyük olmalıdır. İndi ABC-nin perimetri 9-dursa, demək, LMN-in perimetri isə 4 dəfə 9-un 36 olacaq. Yəni, perimetr 4 dəfə böyükdür, sahə isə 16 dəfə böyükdür. LMN-in perimetri oldu 36. 21-ci suala baxaq indi. 21-ci sualda ifadənin qiymətini hesablayın deyir. Surətdə nə etməliyik? Surətdə x-i y-ə vurmalıyıq. X-in qiyməti budur, y-in də qiyməti budur. Bunları bir-birinə vurmalıyıq. 5 çıxılsın 2 kök 6-nı surətdə vururuq. 5 üstə gələk 2 kök 6-ya. Surətdə vurduq. Məxrəcdə isə toplamalıyıq. Yəni, bu ikisini toplamalıyıq. 5 çıxılsın 2 kök 6 üstə gələk 5 üstə gələk 2 kök 6. Bunları toplamalıyıq. 2 kök 6'lar bir-birinin əksidir. Bu 0 eləyir. Və 5 ilə 5'i toplayırıq 10. Məxrəc oldu 10. Surət isə kvadratlar fərqi düsturudur. A çıxılsın B-ni A üstə gəl B-yə vuranda alınır A-nın kvadratı, çıxaq B-nin kvadratı. Eyni düsturu buna tətbiq eləsək, burada da bir dəfə çıxıblar, bir dəfə toplayıblar. Olacaq 5'in kvadratı, buradakı kimi 5'in kvadratı çıxılsın B-nin kvadratı, yəni 2 kök 6'nın kvadratı. Burada 2 kök 6'nı möhtəricdə yazmaq lazımdır.
bərabərdir. 5'in kvadratı 25 eləyir, çıxılsın. 2'nin kvadratı 4 eləyir. Kök 6 kvadrat da kökü aparır, burada 6 qalır. 2'nin kvadratı 4'dür. 4'ü 6'ya vursaq 24. 24. 25'ten 24 çıxdıq, 1 qaldı. 10'da 1. Bu da 0,1 deməkdir. 10'da cavab olur 0,1. 22-ci suala baxaq. 22-ci sualda artıq bunlar həll tələb edən suallardır. Bunların həllini açıq şəkildə qeyd etmək lazımdır. 22-ci sual 2 yeşikdən birində 50 kiloqram qənd var. Demək, birinci yeşikdə 50 kiloqram qənd var. İkinci yeşikdə isə 2 yeşikdə birlikdə 50 kiloqram var. Düzəldək. Demək, tutaq ki, birinci yeşik x-dir. Birinci yeşikdə x kiloqram qənd var. Tutaq ki, ikinci yeşikdə isə y kiloqram qənd var. İkisində birlikdə 50 kiloqram qənd varsa, onda biz x üstəgəl y bərabərdir 50 yaza bilərik. Tənliklər sistemi quracağıq. Burada yazıb. Hər gün birinci yeşikdən 3 kiloqram, ikincindən isə 2 kiloqram qənd götürdülər 6 gündən sonra. Deməli, hər gün 3 kiloqram götürüblərsə 6 günə nə qədər götürərlər? 6 vuraq 3 bərabərdir 18. Bəs digər yeşikdən 6 günə 6 vuraq 2 bərabərdir 12. Deməli, birincisindən x-dən 18 kiloqram qənd götürüblər. Üstə gələk, bərabərləşib. Götürdükdən sonra bərabər miqdarda qalıb. Ona görə nə edirik? Bərabərdir yazırıq. Bərabərdir. Birincindən 18 kiloqram götürüblər. İkincisindən isə 12 kiloqram qənd götürüblər. Götürəndən sonra bunlar bir-birinə bərabərləşib. Deməli, biz belə bir tənliklər sistemi ilə bunu həll edə bilərik. Bərabərdir. X plus y. Birinci tənliyi olduğu kimi saxlayaq. İkinci tənlikdə y-i sola keçirək. X olduğu kimi qalır. Y-i sola keçirsək çıxılsın y olur. İşarəsi dəyişir. Mənfi 18 sağa keçir müsbət olur. 18-dən 12-ni çıxsaq 6 qalar. Biz bunları tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplasaq y-lər gedəcək. Biri mənfidir, biri müsbət. Yerdə qalır 2x bərabərdir 56-ya. 56-ya. X də bərabərdir 56-nı 2-yə bölsək 28. Deməli, birincində 28 kiloqram qənd var imiş. Elə bizdən birincini soruşur, ikincini soruşmur. İkincini soruşsa da cəmisi 50 idi. 28-dən 50-dən 28-i çıxsaq 22-si qalacaq. Birincində 28 kiloqram qənd var, ikincisində isə 22 kiloqram qənd var imiş. İndi 23-cü suala baxaq. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. O bütün şarları alqı-satqısından 6 manatdan çox gəlir əldə edib. Ən azı neçə şar satıb? Əvvəlcə burada 6 manatı gəlin qəpiyə çevirək. 600 qəpiyə olsun. Çünki burada qəpi ilə alıb. Tutaq ki, x şar alıb. X şar alıbsa o alışa nə qədər pul sərf eləyər? Alış. X dənə şar alıbsa, hərəsini 12 qəpikdən alıbsa, deməli, x vuraq 12 qəpik pul verib almağa. Satış. Satış isə şarlardan 5'i partladığına görə x çıxaq 5 dənə şar qalıb. Bunların da hərəsini 15 qəpikdən satıb. 15 qəpikdən satıb. Deməli, alış zamanı x vuraq 12 qəpik xərcləyib. Satanda isə x çıxılsın 5, yəni 5 dənəsi partlayıb, vurulsun 15. 15 qəpikdən də bu qədər də satıb. Və 606 manatdan çox gəlir əldə edib. Biz gəliri tapmaq üçün nə etməliyik? Satışdan xərcini çıxmalıyıq ki, görək nə qədər qazanıb bu. Yəni, x çıxılsın 5, vurulsun 15. Bu, əldə elədiyi gəlirdir. Bu isə xərclədiyidir. Demək, gəlirdən, daha doğrusu satışdan alışı çıxsaq gəlir qalar. Gəlir də deyir ki, 600-dən böyükdür. Yəni 6 manatdan çox qazanıb. Gəlin bunu vurub açaq. 15x çıxılsın 75, çıxılsın 12x böyükdür 600-dən. 15x-dən 12x çıxsaq 3x qalar.
75 mənfidir. Sağa keçirib 600-dən toplasaq 675 eləyər. Sonra 675-i də 3-ə bölsək x böyükdür 225-dən. Deməli bu ən azı 226 dənə şar satmalıdır ki, 6 manatdan çox gəlir əldə etsin. 24-cü suala baxaq. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 sm böyükdür. Düzbucaqlı üçbucaqdır. Katetlərindən biri digərindən 2 sm böyükdür. Yəni birini x götürsək kateti, digər katet x üstə gəl 2 olur. Hipotenuzdan isə 2 sm kiçikdir. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 sm böyük. Hipotenuzdan isə 2 sm kiçikdir. İndi biz bu hipotenuzu da x plus 4 götürməliyik. Söhbət bax bu katetdən gedir. Bu katet, dairəyə aldığım katet digər katetdən 2 sm böyükdür. Hipotenuzdan isə 2 sm kiçikdir. Ona görə x plus 2 və x plus 4 götürürük. Bu üçbucağın hipotenuzunu tapın. İndi düzbucaqlı üçbucaqdırsa biz buna Pifaqor tətbiq edə bilərik. Katetlərin kvadratlarının cəmi, yəni x-in kvadratı üstə gələk x üstə gəl 2-nin kvadratı bərabərdir hipotenuzun kvadratına. Yəni x üstə gəl 4-ün kvadratına. Belə bir tənlik qrup Pifaqor teoremi ilə x-i tapaq. X kvadratı plus müxtəsər düsturla bunu açırıq. X kvadratı üstə gəl 4x üstə gəl 4 bərabərdir. X kvadratı üstə gələk 8x üstə gəl 16. Burada x kvadratını keçirib buradan digər x kvadratından çıxsaq 0 qalacaq. X kvadratı burada qaldı. 8x-i keçirib 4x-dən çıxsaq mənfi 4x qalır. 16-nı da keçirib 4-dən çıxsaq mənfi 12 qalar. Bərabərdir 0-a. 8x-lə 16-nı sola keçirdiyimizə görə yerində 0 qaldı. İndi belə bir tənliyi aldıq. Gəlin bunu V teoremi ilə həll edək. x1 vurulsun x2 bərabərdir mənfi 12-yə. Yəni hasili 12. x1 üstə gəl x2. Cəmi isə 4-dür. Əks işarə ilə 4-ə bərabər olan ədədləri tapmalıyıq. Hasili mənfi 12 və cəmi də 4 olan ədədlər hansıdır? 2 ilə 6 ilə mənfi 2. 6 və mənfi 2. Vuranda mənfi 12-dir, toplayanda isə 4 eləyir. Deməli, mənfi 2 kənar kökdür, mənfi 2-ni götürmürük burada. Çünki uzunluq mənfi ola bilməz. X-i tapdıq 6. X 6-dırsa bizdən hipotenuzu soruşurdu. X 6-dırsa 6-nın üstündə də 4-ü gəldik. Hipotenuz oldu 10. Cavab oldu 10. Sonuncu sual 25-ci suala baxaq. Şəkildə verilən fiqur BC parçasının figurda BC parçasının mərkəzi odur. Yəni bura mərkəzli. Onda yarım dairədirsə bu, bunlar radiuslar olacaq. Burada radiusdur, burada radiusdur. Yarım çevrənin diametridir. BNC qövsünün uzunluğu 4 pi'dir. Yəni buranın uzunluğu 4 pi'dir. Bu qövsün uzunluğu 4 pi'dir. AO 6'dır. AO buranın uzunluğu 6'dır. AB ilə AC bərabərdir. Yəni bu da bərabər yanlı üçbucaqdır. Fiqurun sahəsini tapaq. Bu fiqurun sahəsini tapmaq üçün əvvəlcə yarım dairənin sahəsini tapaq, sonra da üçbucağın sahəsini tapıb toplayarıq. Deməli, bu yarım dairədir. Yarım dairənin uzunluğu 4 pi'dirsə, onda ümumi çevrənin uzunluğu 8 pi olar. Ümumi çevrənin uzunluğu 8 pi olar. Çevrənin uzunluğunu 2 pi r düsturu ilə hesablayırıq. 2 pi r düsturu yəni 2 pi r çevrənin uzunluğu, ümumi uzunluğu 8 pi'dirsə, deməli r bərabərdir 8 pi'ni 2 pi'yə bölsək 4 qalacaq. Demək radius oldu 4. Buranı tapdıq. Radius 4'dür. Radius 4'dürsə, dairənin sahəsi pi r kvadratı ilə hesablanır. R'in yerinə də 4 yazsaq 16 pi. 16 pi. Dairənin sahəsi 16 pi. Amma bu yarım dairə olduğuna görə 16 pi'ni yarıya bölürük. 16 pi'ni 2'yə bölürük. Qalır 8 pi. Yarım dairənin sahəsini tapdıq. Buranın sahəsini tapdıq. İndi üçbucağın sahəsini tapaq. Üçbucağın sahəsi də bu bərabər yanlı üçbucaqda. Bərabər yanlı üçbucaqda mediandır. Orta nöqtəni birləşdiribsə mediandır. Amma bərabər yanlı olduğuna görə bu həm də hündürlükdür. Həm hündürlük, həm tənbölən, həm də ki mediandır.
Üçbucağın sahəsini AH bölü 2 ilə tapa bilərik. A vur H bölü 2 ilə tapa bilərik. Burada A da məlumdur bizə. Yəni oturacaq. Hündürlüyün çəkildiyi tərəf, 6-nın çəkildiyi tərəf 8-dir. 8 vurulsun. Hündürlük isə 6-dır. Böl 2. Bərabərdir 48. 48-ni də 2-yə bölsək 24. Bu da oldu üçbucağın sahəsi. İndi biz S1 və S2, bu S2 olsun, bu da S1 olsun. Yarım dairə ilə üçbucağın sahəsini toplasaq, bu fiqurun sahəsini tapa bilərik. Bərabərdir 24 ilə 8 pini toplayırıq. Bu da bunları toplamaq olmaz. Bu irrasional ədəddir, bu isə rasional ədəddir. Elə cavabımız olacaq 24 üstəgələk 8 pi.